İnsanın qismətinə etiraz etməsi haqqında Quranda buyurulur: "Sizə çatmayan şeyə kədərlənməyin, sizə verilənə də həddindən artıq sevinməyin." Ayədə qeyd olunur ki, həyat itki və qazancla ölçülmür. Hər halın bir hikmət tərəfi var. Əllamə Təbəətəbaiyə görə bu hal nəfsin hökm vermə istəyidir. Yəni insan Allahın təqdirini yox, öz planını əsas götürmək istədiyi üçün daxili bir müqavimət yaranır. Amma İrfan deyir ki, bu yol insanı irəli aparmır, sadəcə özündən uzaqlaşdırır. Quran buyurur: "Hər kəs öz əməyinin qarşılığını görəcək." Yəni insanın yolu başqasının həyatında deyil, öz yolunun içindədir. Ruzi anlayışı bəzən dəyişkənliyi göstərir. Ola bilər bir insana ruzi olaraq maddiyyat təqdim olunur. Digərinə isə bu ruzi daxili aramlıq olaraq təzahür edir. Ayədə buyurulur: "Allah səbr edənlərlədir." Burada ilədir sözü çox incədir. Yəni səbr insanın iç halını dəyişən bir vəziyyətdir. Əllamə Təbəətəbai deyirdi ki, səbr hadisənin səni dağıtmasına icazə verməməkdir. İnsanlar bəzən düşünür ki, səbr sadəcə kasıb təbəqə üçün gətirilən bir anlayışdır. Güclülər isə daim irəli gedir. Ayətullah Həsənzadə Amili deyirdi ki, İnsan çalışır, amma nəticə təkcə çalışmaqdan asılı deyil, hikmət və zamanla bağlıdır. Yəni insan təkcə çətinliyə yox, öz içindəki tələskənliyə də səbr etməlidir. Ümumiyyətlə tələskənlik nəticəni yaxınlaşdırmır, sadəcə insanı yüklüyür. Quran insanın daxili halını belə açır: "Nəfs şübhəsiz pisliyə əmr edər." Ayədə qeyd olunur ki, sənin daxilində bir qüvvə var, hansı ki səni aşağı çəkir və haqlı çıxarır. Əllamə Təbəətəbai qeyd edirdi ki, insan günaha görə yox, günahı normal görməyə başladığı an təhlükəyə düşür. Buna səbəb isə insanın sərhədlərinin dağılmasıdır və insan bildiyini tərk etdikcə bilmədikləri də ona bağlanır. Şəhid Mürtəza Mütəhri yazırdı ki, insan nəfsini doyurmağa çalışdıqca aclığı artır. İnsanın sərhədsizliyi ona görə zərər verir ki, insan öz zəifliyini tanımır. Quranda insanın özünü aldatması haqqında qeyd olunur ki, onlar elə bilirlər ki, yaxşı iş görürlər. Bu ən ağır haldır. Səhv edirsən, amma düz etdiyini düşünürsən. İnsan ürəyinin istədiyini etdikcə azad olmur. Çünki o ürəyin nə istədiyini belə bilmir. Quran buyurur: "İnsan tələsən yaradılmışdır." Yəni insan dərhal nəticə istəyir və səbirli prosesə dözə bilmir. Əllamə Təbəətəbai bu barədə yazırdı ki, günahın cazibəsi onun tez nəticə verməsidir. Haqq yolun çətinliyi isə onun zaman tələb etməsidir. İnsan başqasının rahatlığını və zahiri xoşbəxtliyini görür. Quran isə deyir, onlara verilən mal və övladların çoxluğu səni aldatmasın. Əllamə Qazi tələbələrinə deyirdi ki, insan başqasına baxanda öz yolunu və öz halını itirir. Çünki başqasının həyatı sənə aid olmayan bir imtahandır. İnsan çox vaxt sıxıntı zamanı xarici xilaskar gözləyir, amma unudur ki, Allah köməyi səbəblər içində göndərir. Ayətullah Behçət ağa deyirdi ki, insan bir addım atmayınca Allah yol açmaz. Ayətullah Həsənzadə Amili qeyd edirdi ki, insan səbəbləri Allahın yerinə qoyanda çətinlikdə sarsılır. Şəhid Mürtəza Mütəhri deyirdi ki, insanın rahatlığı çox vaxt az şeyin içində özünü itirməməkdədir. Çünki insan nə qədər çox müqayisə etsə, o qədər öz nemətlərini görmür.